Tarixi qala divarının aşınan hissəsinin bərpası sürətlə aparılır. Nəzərə almaq lazımdır ki, tarixi abidənin bərpası digər tikililərlə müqayisədə xüsusi diqqət tələb eləyir. Məhz bu səbəblə əraziyə mütəxəssislər cəlb olunub. Real TV olaraq biz də məsələni diqqətdə saxlayırıq. Aparılan işlərlə həmkarım Cavid İmaməliyev maraqlandı. Cavid eyni zamanda İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin rəsmisi ilə də görüşüb. İzləyək. İçərişəhər ərazisində qala divarının aşınan hissəsinin bərpası istiqamətində işlər davam etdirilir. Meydana gələn qismən dağılma ilə bağlı əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub. Uzun illər beynəlxalq təcrübəyə malik olan mütəxəssislər bundan əvvəl də Azərbaycanda bir sıra mühüm tarixi abidələrin bərpasında iştirak ediblər. Qız qalası, Qoşaqala qapısı, Şirvanşahlar saray kompleksi və digər əhəmiyyətli abidələr onların həyata keçirdiyi layihələr sırasındadır. İndi isə operativ tədbirlər qala divarının üzərində aparılır. Fəaliyyət planının ilk mərhələsində təcili konversiya və sabitləşdirmə işləri həyata keçiriləcək. Bununla da zədələnən hissənin daha da deformasiyaya uğramasının qarşısı alınacaq və konstruksiyanın dayanıqlılığı artırılacaq. Daha sonra ərazidə texniki və mühəndis ekspertiza qiymətləndirilməsi aparılacaq. Əldə olunan nəticələr əsasında zədələnən hissənin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək. Qala divarlarında son illərdə bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilib. Bu kontekstdə aparılacaq növbəti bərpa işləri də xüsusi həssaslıq, yüksək dəqiqlik və beynəlxalq standartlara uyğun şəkildə davam etdiriləcək. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi bildirir ki, ölkəmizin ən mühüm tarixi mədəni irs nümunələrindən olan qala divarlarının qorunması prioritet vəzifədir. Bu hadisənin həm nəticələrini aradan qaldırmaq üçün, həm də təkrarlanmasının qarşısını almaq üçün ilkin olaraq həm əməkdaşlarımız tərəfindən, həm də beynəlxalq mütəxəssislər tərəfindən dərhal operativ reaksiya verildi. Dağıntılar aradan qaldırıldı və hal-hazırda da gördüyünüz kimi preventiv tədbirlər görülür. Yəni, dağılmış hissələr müvəqqəti olaraq yerinə möhkəmləndirilir və bundan sonra artıq texniki, mühəndisi qiymətləndirmə, eləcə də araşdırma aparılacaq. Bu özü də müəyyən bir vaxt aparır. Və bu qiymətləndirmənin, araşdırmaların nəticəsində də növbəti addım olaraq əsaslı şəkildə qala divarlarının bərpa və konservasiya edilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, dünya təcrübəsində də tarixi qala divarlarının və antik konstruksiyaların bu cür qəfil deformasiyası hallarına tez-tez rast gəlinir. Xüsusilə iqlim dəyişikliyi, qrunt sularının hərəkəti və ya seismik aktivlik səbəbindən Avropanın və Asiyanın qədim şəhərlərində bənzər vəziyyətlər müşahidə olunub. Bu, xüsusilə açıq hava şəraitində olan müdafiə tikililəri üçün xarakterikdir. Bilirik ki, yəni tarixi abidələrin qorunması təkcə bizdə yox, bütün dünyada ən həssas və ən xüsusi yanaşma tətbiq edən sahələrdən biridir və digər inşaat fəaliyyətlərindən fərqli olaraq daha çox elmi laborator araşdırma və xüsusi səbirlə, təmkinlə icra edilməsi tələb edilən bir sahədir restavrasiya. Ona görə də bu kimi hadisələr müəyyən bir vaxt aparır və öz növbəsini gözləyən abidələr dünyada da çoxdur. Və bu keçən həftə ərzində təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində, şəhərində bu kimi leysan yağıntılar olmuşdur və biz görmüşük ki, bir sıra abidələrə də beynəlxalq təcrübədə görmüşük ziyan dəyir. Təəssüf ki, bunun qarşısını almaq olmur. Abidə açıq hava altında yerləşir, binadır və atmosferlə təsiri bilavasitə qarşısı alınmazdır. Xatırladaq ki, aşınma İçərişəhərdə qala divarlarının 13-cü və 14-cü bürclərinin kəsişməsində baş verib. Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi, bilavasitə zədələnən hissənin onun tarixiliyinə zərər vermədən bərpası prioritet məsələdir.